kim qururdu? Abil. Anla bir söz de. Yazılan lövhə. Yazmaqdan, oxumaqdan başqa feil bilmirsiniz də. Fırladılan. Məsəl üçün, düşünülən. Fırladılan bu. Niyə belə oldu? Düşünülən his. Düşünülən fikir. Ay Abil. Düşünülən fikir. Burada feil sifət şəkilçisi hansıdır? An. Ay sağ ol. Düşünülən fikir dedikdə, düşünülən sözü hansı suala cavab verir? Hansı? Elə hansının özünə, düzdürmü? Silinən aynalı. Silinən də olar. Bəs bu hansı məzmundadır? İndiki zamanda. İndiki zamanda. İndi acaq, ası, malıya baxırıq şəkilçilərə. 4. Hüseyin, acaq şəkilçisindən mənə feil sifət düzəlt. Məsəl üçün, yandırılacaq Zibil. kağızlar. Yandırılacaq. Yandırılacaq kağızları gətirin yandıraq mənasında. Zibil. Yuyulacaq paltarları bura gətir. Yuyulacaq paltar. Bəli. İndi baxaq. Ay Hüseyin, burada yandırılacaq sözü hansı suala cavab verir? Hansı suala cavab verir? Bu da demək olur ki, feil sifətdir. Bəli, feil Həm də sifətdir. gələcək zamanı. Şəkilçisini necə eləyirik? Yandır, acaq. Burada yan sözün köküdür. Yandır nədir? Feildən, feil düzəldən şəkilçisi. Nədir? Məhsul növün şəkilçisi. Acaq nədir? Feil sifətin şəkilçisi. Deməli, burada acaqla söz bitifdirsə və həmin söz hansı sualına cavab verirsə, feil sifətdir. Hansı məzmunda feil sifətlərdir? Gələcək. Bəli, gələcək zamanda məzmunda olan feili sifətlərdir. İndi, Ayla, sən mənlə qurursan malı ilə. Malı iki variantla elə söz birləşməsi qurursan ki, malı şəkilçisi qəbul edən tərəf hansı sualına cavab verir? Birini özüm deyirəm. Deyirəm ki, ütülənəsi geyim. Ütülənməli. Ütülənməli kostyum. Ütülənməli kostyum. Hansı kostyum? Ütülənməli. Ütülənməli kostyum. Hansı suala cavab verir? Elə hansı sualının özünə. Hansı məzmunda feil sifətdir? Gələcək məzmunlu feil sifətdir. Birində sən de. Ay, sağ ol. Asılmalı. Kofta. Məsəl üçün, saat. Asılmalı saat. Burada sözün kökü asılmalı. Düzdürmü? Asılmalı saat, yəni hansı saat? Məzmununda feil sifət şəkilçisidir və gələcək zamanı bildirir. Sən mənə qurursan acaqla. Zeynəb. Yox, acağa qurduq axı. Malı qaldı. Düzdürmü? Malında mən dedim. Malıyla qur. Bir də ası qaldı burada. Mən sualası çiçək. Ay, sağ ol. Sulanası çiçəkdə görüm ay Abil. Ası ilə feil sifət. Tez ol görüm. Dəriləsi meyvə. Dəriləsi çiçək, meyvə olsun, gül olsun. Öldürüləsi adam. Ayıq. Açılası qapılar. Açılası dərd. Başqası. Sən cinayət et. Sonra yeyiləsi Yemək. Yeyiləsi yemək. Gediləsi yer. Gediləsi yol. Gediləsi yol. İndi gəl baxaq. Kök və şəkilçilərini ayıraq. Dər, il, əsi. Aç, ıl, ası. Yeyil, əsi. Gedil, əsi. Buradakı ası şəkilçilərimiz nə şəkilçiləridir? Feil sifət. Hardan bilirik? Bunların hamısı, hamısı hansı sualına cavab verir? Əlavə olaraq isimlərin qabağında gəlib. Əlavə olaraq, uşaqlar, hansı məzmundadır? Gələcək zaman məzmunundadır. Gələcək zaman. İndi mən istəyərdim sizə deyəsiz ki, müəllim, biz bu ası şəkilçisini də, malı şəkilçisini də, hətta acaq şəkilçisini də keçmişik axı. Hələ mışı da keçibsiz. Müəllim, bəs siz o öyrətdiyiniz şəkilçilərdən feil sifət şəkilçiləri eynidir. Biz onları necə ayıraq? Necə ayıraq? Gəl baxaq. Məsəl üçün, mış şəkilçisini harda keçibsən? Mış 4 variant şəkilçisi. Yadına saxla. Ay, sağ ol. İmiş.
Keçibsən feili keçmiş zamanında. Düzdür? Məsəl üçün, o dərslərini mən yaxşı oxumuşam. Oxumuşam. Yox. Nəqli. İndi bu keçmiş zamandır. Düzdürmü? Keçmiş zaman. Sən dediyin hissəcik. Mən deməyək də, sən getmişdin. O, yaxşı uşaq, yox. Nə deyək uşaq? Uşaq imiş. Siz dünən gedirmişsiniz. Gedirmişsiniz. Sonra, mışa ayrı harda keçibsən? İsim düzəldən şəkilçi kimi. Məsəl üçün, keçmiş yadımdan çıxmır. Keçmiş yadımdan çıxmır. Nə yadımdan çıxmır? Keçmiş. Ay, sağ ol. Bir də indi keçdi feil sifət şəkilçisi kimi. Düzdürmü? Hamısına nümunə yazdıq. Məsəl üçün, oxunmuş kitablar və bu nümunələri bir-birindən fərqləndirmək lazımdır. 4 cür şəkilçi yazmış. Birində keçmiş zaman, birində imiş hissəciyi, birində isim düzəldən leksik, birində isə isim düzəldən leksik, birində isə feil sifət şəkilçisi. Bəs bunlar bir-birindən necə ayırırıq? Feili sifət. Diqqətlə qulaq as. Diqqətlə qulaq asanda, ay uşaqlar, burada görürük ki, mən oxumuşam. Oxu sözün kökü. Muşam. Nə etmişəm? Nə etmişəm? Bu feilin sualıdır da, düzdür? Təsriflənən feilin sualıdır. Təsriflənən feilin sualıdırsa, deməli bu təsriflənən feildə kökə qoşulan mış şəkilçisi keçmiş zaman şəkilçisi olacaq. Bunu keçmişik biz sizlə. Keçmiş zaman şəkilçisindən imişi fərqləndirəndə onların qoşulma yerlərindən fərqləndirirdik. Əgər kökə və yaxud başlanğıc formaya qoşulursanmış, bu zaman keçmiş zaman şəkilçisi olur. Əgər qrammatikdən sonra gəlirsə, imiş hissəciyi olurdu. Burada kökdən sonra gəlibdirsə və nə etmişəm sualı çıxırsa, deməli feilə qoşulub. Feilin harasından sonra gəlir? Kökündən sonra gəlir. Deməli, keçmiş. Zaman şəkilçisidir. Necə müəyyənləşdirdik? Sualınla və qoşulduğu yerlə. İndi buna baxaq. Siz gedirmişsiniz. Yenə sual veririk. Nə edirmişsiniz? Yenə feildir. Deməli, hara baxacaq? Qoşulduğu yerə. Gəl baxaq. Get sözün kökü, irmişsiniz. Miş nəyə qoşulub? Qrammatik şəkilçisidən sonra. Qrammatik şəkilçisidən sonra gələn hansı idi? İmiş hissəciyi idi. İndi gəl görək. Keçmiş yadımdan çıxmır cümləsinə baxaq. Yadımdan çıxmır. Nə? Keçmiş. Sual versən ki, nə sualı çıxır? Deməli, bu nədir? İsimdir. Sözün kökü keçmişdir. Nə? Bəli, keçdən keçmiş olur. Sözün kökü keçdi. Mışmış da keçmək feilindən yaradılan isimdir. Burada nədir? Qoy bundan eləyək. Burada da deməli miş leksik şəkilçidir. Niyə? Çünki keçmək feilindən yeni mənalı bir söz düzəldibdir. Keçmiş ismini əmələ gətiribdir. Deməli, burada isim düzəldən leksik şəkilçi olacaqdır. İndi oxunmuşa baxaq. Oxunmuş kitablar olsun da. Qoy bunu da yazaq. Sual ver. Hansı kitablar? Oxunmuş kitablar. Sözün kökü oxunmuş. Əgər mışmış qoşulmuş söz hansı sualına cavab verirsə, nə olacaq? Feili sifət şəkilçisi olacaq. Deməli, mış şəkilçisini necə müəyyənləşdirdik? Əvvəlcə suallarından. Suallarına və qoşulduğu yerdən. Suallarını və qoşulduğu yeri bilsəniz, deməli, neyini yazsən? Fərqləndirə biləsən. Sonra dığını elə bir dənə burada keçmişik. Ondan sonra gəlir an şəkilçisi. An şəkilçisini başqa yerdə keçmişsiniz. Elə görəndə feil sifət deyəcəksiniz. Amma acağı görübsünüz başqa yerdə. Acaq. Acaq şəkilçisini harada görübsən indiyənə kimi? Gələcək zamanda. Ay, sağ ol. Gələcək zamanda görübsən. İsim düzəldən leksik şəkilçi kimi görəcəyik. İsim düzəldən leksik. Bir də harada gördün? Feili sifətdə gördün. Yenə aşağılar neyniyəsən? Eyni qaydada gedir. Suallarını verəndə və qoşulduğu yerə diqqət eləyəndə sən onu tapmış olursan. Gələcək zaman şəkilçisi. Məsəl üçün, o, nə deyək?
O siləcək. Yaxşı. O döşəməni siləcək mənasında. Sözün kökü nədir? Siləcək. Kök və şəkilçiyə ayırandan sonra sual vermək lazımdır. Sual ver, siləcək. Ay sağ ol. Nə edəcək? Nə edəcək sual çıxırsa, deməli bu təsriflənən feildir. Ay sağ ol. Zaman şəklində olan təsriflənən feildir. Xəbər şəklində olan təsriflənən feildir. Xəbər şəkli də nə ilə düzəlir? Zaman şəkilçilərlə. Deməli bu əcək nədir? Zaman şəkilçisi. Bəli, xəbər şəklini yaradan gələcək zaman şəkilçisidir. Düzdürmü? Siləcək nə edəcək? Deməli bu gələcək zamandır. Sonra isim düzəldən leksik. Deyirəm ki, gələcək, indi qulaq as, sual dəyişəcək. Gələcək gənclərindir. Gənclərindir. Kimindir? Gənclərindir. Nə? Nədir gənclərin? Bəli, nədir gənclərin olan? Gələcək. Bunun sualı nədir? Deməli, nədir uşaqlar bu? İsimdir, düzdür? Sözün kökü olur gəl. Gəllə gələcək ismi eynidirmi? Xeyr. Bir şey gəlir ki, yəni yaxın vaxtlar gəlir ki, biz ona gələcək deyirik də. Deməli, burada leksik şəkilçidir. Hardan bildik leksikdir? Mənası dəyişir. Ay sol, həm mənası dəyişir, həm də isimdir. Gələcək nə sualına cavab verən isimdir. Buradakı əcəyi sən qrammatik götürsən, zaman şəkilçisi olur. İsimdə nə yazır zaman şəkilçisi? Aydındır? Sonra fe'l sifət kimi. Bir də deyirəm ki, indi eyni söz yazacağam, bax. Gələcək qonaqları qarşılayın. Gələcək qonaqları qarşılayın. Burada deyəcək ki, hansı qonaqları gələcək qarşılayın. Kimi? Qonaqları. Hansı gələcək? Bax, gördünmü? Suala bax. Sual dəyişdi. Hansı qonaqlar? Ay sağ ol. Bayaqdan nə sualına cavab verirdi? İsim idi. Sonra nə edəcək sualına cavab verdi? Feil oldu. İndi qonaqları qarşılayın hansı sualına cavab verir? Deməli, burada hansı sualına cavab verir? Əcək şəkilçində görürsənsə feil sifət. Başa düşdük? Bu sənin acaqdır. Sonra gəldik nəyə? Malıya, bir də asıya. Malı ilə ası eyni şəkildə acaq kimidir. Eyni formadadır. Yenə də yazaq. Malı. Malı. İki variant. Malı dedik. Mışı demişik. Mışı demişik. Amonimliyindən aşırıq. Deməli, malı şəkilçisini sən harada görübsən? Malı şəkil. Fe'lin şəkillərindən vacibdir. Bir sən görübsən onu vacib şəklinin şəkilçisi kimi, vacib şəklində. Bir də indi gördün, fe'li sifətdə. Bəs ay müəllim, biz bunları necə fərqləndirir? Sualından çox asandır. Məsəl üçün, deyirəm ki, mən getməliyəm. Nə etməlisən? Ay sağ, sual ver. Nə etməliyəm? Getməliyəm. Nə etməliyəm sualı çıxırsa, sən bilirsən ki, artıq bu feildir və təsriflənən feildir. Axı biz demişdik ki, feilin 6 dənə şəklindən hər hansısa biri olanda biz ona nə deyirik? Feilin təsriflənən formu. Nə etməliyəm? Onu sübut eləyir ki, feilin təsriflənən forması. Deməli, burada nədir? Vacib şəkli. Axı təsriflənən feil də olur. Deməli, burada vacib şəklindədir. Sonra deyirəm ki, məsəl üçün, gedilməli yolu uzatma. Gedilməli yolu uzatma. İndi buna bax, uzatma. Nəyi? Yolu. Hansı yolu? Gedilməli yolu. Burada ancaq nə çıxdı? Hansı suala çıxdı? Hansı suala çıxanda sən artıq bilirsən ki, fe'li sifətdir. Bu, fe'lin təsriflənən forması ola bilməz. Hansı sual çıxdı? Sözün kökü gedilməli. Məli deməli burada nəyin şəkilçisidir? Fe'li sifətin. Eyni qaydada da ası. Eyni şeydir. Asını harda görürsən? Lazımdır. Bəli, asını biz görmüşük lazım şəklində. Bir də indi gördük. Fe'li. Hamısını elə eyni şəkildə fərqləndirəcək də. Bəli, sual verərək. Fe'li sifətdə gördüm. Gəl o, de. Kəsiləsə ağac kəsilir. Deyirəm ki, bu ağac kəsiləsidir. Bu ağac yox. Yox, kəsiləsidir olmur. Bu, məsəl üçün, deyirəm ki, bu yük daşınasıdır. Kəsiləsidir də olur, niyə sildim bilmirəm. Daşınasıdır. Nə ediləsidir? Bu yük daşınasıdır. Bəli, nə ediləsidir? Nə ediləsidir? Sualından bildik ki, bu adi feildir. Bəli.
Nə Lazım ediləsidir? şəkildə. Ay sağ ol, daşınasıdır. Bir də deyirəm ki, daşınası yükü gətirdilər. Daşınası yükü boşaltdılar. Hansı yükü daşınansın yükü? Ay sağ ol. Boşaltdılar. Boşaltdılar. Nəyi? Yükü. Hansı? Suala bax. Hansı yükü? Bəli. Daşınası yükü. Deməli sözün kökü daşı, daşın məhsul növü şəkilçisi, n şəkilçisi, ası da nədir? Fe'l sifətin şəkilçisi. Hardan bildik fe'l sifətdir? Sualından bildik də. Çünki sualı hansı sual? Deməli burada nə götürəcəksən? Fe'l sifət götürəcəksən. Nə ediləsidir sual olanda nə götürəcəksən? Adi fe'l, yəni lazım şəklində olan fe'l götürəcəksən. Deməli evə götürürsünüz fe'l sifət axıra qədər. Davay. Fe'li sifətin isimləşməsinə də baxaq. Fe'li sifətin isimləşməsi. Sifət necə isimləşirdi? Yadınıza salın. Aid olduğu ismi itirirdi. Başlayırdı ismi suallarına cavab verməyə. Və asal onun rolunda çıxış edirdi. Sifət necə isimləşirsə, fe'li sifət də eynən isimləşir. Gəl baxaq. Fe'li sifətin isimləşməsi. Məsəl üçün deyirəm ki, oxuyan uşaqları yarışa yolladılar. İndi gəl burada fe'l sifəti isimləşdirək. Hansı uşaqları oxuyan? Burada fe'l sifət isimləşmir. Çünki hansı sualına cavab verir. Gəl indi baxaq. Yolladılar. Bir də deyirəm ki, oxuyanları yolladılar. Kimi oxuyan? Ay sağ ol. Kimi yolladılar? Oxuyanları yolladılar. İndi gəl görək. İsimləşən fe'l sifətdə biz hansı cəhətləri görürük? Bax, nəyi gördün? Aid olduğu ismi itirdi. Neynədir? Aid olduğu isim itdi. İsmi itirdi. Aid olduğu isim uşaqları ismi idi. Və onu neynədi? İtirdi. Daha sonra ismin şəkilçilərini qəbul etdi. İsimləşdirdi. Yəni, ay sağ ol. İsim kimi cümlədə mübtəda, bəli, mübtəda, tamamlıq ola bilər. Daha sonra ismin hansı şəkilçilərini qəbul elədi? Cəm, mənsubiyyət, oxuyanlarımız da ola bilərdi də. Oxuyanlarımızı, deməli ismin cəm, mənsubiyyət, hal şəkilçilərini qəbul eləyə bilir. Hal şəkilçilərini neyinir? Qəbul eləyə bilir. Şəkilçilərini qəbul edir. Bəs nə itirir ay uşaqlar? Da nə itirəcək? Özünün sualı getdi. Hansı sualı? İsmin qarşısına gəlmə xüsusiyyəti getdi. Yəni öz xüsusiyyətlərini itirib. İsmin xüsusiyyətlərini qazananda isimləşir. Sifət necə isimləşir? Bax, eyni qaydada. Və yaxud da deyirəm ki, yazılarını gecikdirmə. Burada isimləşib, deyilmi? Gecikdirmə nəyi? Yazılarını. Hansı yazılası? İsimləşməyibdir. Bir də deyirəm ki, yazılasıları gətir. Nəyi? Yazılasıları. İndi buradan bax. Yazıları, yəni aid olduğu ismi itirdi. Hansı sualını itirdi. İsmin şəkilçilərini götürdü özünə. Və isim kimi cümlədə tamamlıq oldu. Deməli, nə oldu? İsimləşdi. Doğru getdi. Bu qədər basit.